Salam əziz tələbələr, bu gün sizlərlə birlikdə 2026-cı il 15 fevral tarixinə keçirilmiş magistratura imtahanında istifadə olunmuş informatika suallarının izahına və analizinə baxacağıq. Analiz etməkdə əsas belə deyim ki, məqsədim nədir? İmtahandan sonra sosial şəbəkələrdə çoxlu sayda fikirlər səsləndi ki, informatika çox çətin düşüb, təkrar sualı yox idi və s. ilaxır fikirlər. Bu fikirlərə aydınlıq gətirmək üçün bu videonu çəkməyi qərarı aldım. Çox vaxt itirmədən gəlin keçək sualların izahına və analiz edilməsinə. Başlayaq birinci sualdan. Birinci sual, deməli, Excel-dən düşə biləcək sadə, orta tipli bir sualdır. Yəni, çox çətin sual sayılmaz. Ki, demək olar ki, hər imtahan Excel-dən bir dənə diaqram sualı düşür. Bu artıq, belə deyim ki, normal haldır. Və gələk nəyə? Bu sual təkrardırmı? Bəli, yəni birə-bir təkrar olmasa da, nümunə olaraq İnformatika model 2020. Hansı ki bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi magistratura 2, yəni 2 nömrəli magistratura jurnalında model testlər təqdim edir hər il, belə deyim ki, müdavimlərə və burada belə bir test nümunəsi istifadə olunmuşdur. 16-cı sual. Baxın, bu sualın həll olunma tərzi ilə, metodikası ilə o sual eynidir. Əgər siz imtahana getməmişdən öncə siz hazırlaşdığınız kurs və ya fərdi olaraq hazırlaşdığınız bir müəllim varsa, sizə Excel-dən bu sualın həll metodikasını öyrədibsə, artıq siz gəlib deyə bilməzsiniz ki, bu sual çətin sualdır və ya bu sual təkrar sual deyil. Bu təkrar sual sayılır. Çünki o sualın analogiyası əsasında qurulub. Eyni prinsiplə həll olunur. İndi bu sualı həll edən zaman sürətli necə işləyə bilərik? Məsələn, variant çıxa bilərik ki, məsəl üçün, burada AB 7, AB 9, yəni D və Y variantlarını sürətlə çıxmaq olar. Bunu nəyin əsasında etmək olar? Birinci qayda bunu bilmək lazımdır ki, pay diaqramında, yəni pay tipli diaqramlarda seçdiyiniz diapazondakı xanaların qiyməti sadə əqrəb istiqamətinə uyğun olaraq bu formada paylanır. Yəni, sadə əqrəb istiqamətində birinci faiz birinci xanaya, ikinci xana ikinci faizə və üçüncü xana üçüncü faizə uyğun olmalı. Gəlin baxaq. Tutalım ki, bura yazıram 10, bura 18, yəni dediyim qaydaya əsasən, bura isə yazaq 18. Fikir verirsinizsə, 10 ədədi kiçik ədəd olduğu halda 36% belə deyim ki, paya sahibdir. 12 isə ondan böyükdür, amma 24% paya sahibdir. Bu isə artıq belə deyim ki, anormal bir nisbətdir də, düzdürmü? Yəni, böyük ədəd böyük faizə uyğun gələr, kiçik ədəd kiçik faizə uyğun gələr. Ona görə də biz avtomatik buradan belə deyək ki, D variantını çıxa bilək, daha doğrusu Y variantını çıxa bilərik. Qaldı ki, digər diapazon, yəni 14-26. Burada faiz nisbətləri normal görünsə də, yəni faizlə ədədlərin belə deyim ki, nisbəti düz görünsə də, amma hesablasaq 6, 14, 20, 40 eləyir. 40-ın içində bunlardan birinin, yəni 6-nın, 14-ün və ya 20-nin belə deyim ki, faiz payını hesablasaq, faiz üstə düşməyəcək. Məsələn, 6. 6-nın 40 içindəki faiz nisbətini hesablasaq, baxarıq ki, bu bizə 15% verir təqribən. Yəni, burada 24% verir. Deməli, bu da doğru deyil. Dərhal bunları çıxmaq olar. Deyərsiniz, niyə D ilə Y-dən yapışdınız dərhal? Çünki bu bir sırada funksiyalar verilir. Fərz edirəm ki, da bu funksiyaları hesablayana kimi tezbazar bir dənə bunları yoxlayım. Olar, o. Zaten yoxlamalıyam, yəni ki, hansı variantdır. Çünki burada konkret tezbazar tapılası bir qısa yolu yoxdur. O, ən azından D ilə Y variantını eləmiş oluram ki, bilirəm ki, artıq bunlar ola bilməz. Səhv etmirəmsə, DİM deyəsən öz etalonlarında bu sualın cavabını C vermişdi. Gəlin yoxlayaq. Görək nədir? Söhbət deməli AA8, AC8 bura olmalıdır. 18, 20. Gəlin buranı da hesablayaq. AA8 AC7-dən böyükdürmü? AC7 bizdə 10-dur. 18 ondan böyükdürmü? Bəli. Bilirik ki, if daxilindəki şərt əgər true nəticəsi alırsa, onda birinci əməl yerinə yetirilir. Yəni, buradan 12 nəticəsi çıxacaq. Beləliklə, bizim bu diapazonda olan ədədlərimiz 18, 20, 12-dir. Uyğunluğa baxsaq, 18, 20, 12. Faiz nisbəti ilə ədədlərin nisbəti qismən uyğundur. Amma gəlin faiz payını hesablayaq. Bu eləyəcək deməli 30, 30-un üstünə 20 gələndə eləyir 50. Məsəl üçün, yoxlayaq. 18-in 50-nin içərisindəki faiz payı həqiqətən 36 verir. Daha sonra 20-nin 50 içərisindəki payı
həqiqətən 40% verir. Eyni qaydada 12-nin də 50 içərisindəki payı 24-ü bizə verir. Doğru cavab olur C variantı. Bir təkrar sual buradan. Yəni buna heç kim iddia eləməz ki, bu sual təkrar deyil və ya yenidir. Yenə deyirəm, təkrar sual deyəndə nöqtə vergülü ilə eyni olan sual nəzərdə tutulur. Yəni bu da təkrar sual sayıla bilər. Keçdik ikinci suala. Hansı ki, bu sual da təkrar sual kimi saymaq olar. Hətta bu sualı mən öz tələbələrimə məsəl üçün bir gün qabaq konsultasiya elədim. Birinci mövzudan sonuncu mövzuya kimi düşə biləcək potensial bütün suallara baxdıq ki, məsələn bu düşə bilər, keçən dəfə qəbula düşmüyor və ya 2 il, 3 il bundan qabaq qəbula düşüb, ola bilər təkrarlansın və s. kimi fikirlər səsləndi. Ki bu sualda bir neçə dəfə modeldə istifadə olunub, qəbula düşməyib. Fikir verin nə deyirəm? Modeldə istifadə olunub. Səhv etmirəmsə elə 2020-nin modelində idi. Bir dəqiqə sual tapım. Deməli, burada axtarış verək. Usenet. Aha, bu 2000 deməli 24-dür. Başqa görək harda düşüb. Burada yox. Dəqiqə Usenet olmasın, Telnet olsun. Axtarış verək, sürətdə çıxmalıdır hardasa. Aha, gördüyünüz kimi elibdir, buradaymış. 2020-ci ilin modeli. Fikir verirsə, ICQ, Telnet və Gopher. Bu sual modeldə var və bu sualı yenə siz qəbula getməmişdən qabaq ki, bir ay müddətində adətən həm kurslar, həm də müəllimlər, yəni fərdi müəllimlər öz tələbələrinə köhnə ilin qəbullarını, model testlərini, sınaqlarını işlədirlər ki, buradan sual təkrar düşə bilər ki, biz də bunu öz tələbələrimizlə bircə işləmişik. Tələbələrə ICQ, Telnet, Gopher, həmçinin burada məsəl üçün təkcə variantı tapmırıq biz. Mən sualları izah edəndə uşaqlar həmçinin məsələn deyirlər ki, məsələn D variantını çıxırıq da D bura aid edilir. Soruşuruq ki, D nədir? D məsəl üçün Usenet-dir, telekonferensiya və xəbər. Yəni qeydlər apararaq da Usenet-in nə olduğunu uşaqlar artıq bilirlər. Və gəlib artıq burada iyerarxik menyu sistemi, telekonferans xəbərlər bloku, uzaq məsafədə yerləşdirilmiş terminallar artıq burada sualın cavabı çıxır. Yəni əvvəlki qəbulları işləyib, əvvəlki modelləri sınaqlar işləyib getmisinizsə, bu sual sizin üçün 2/2-dir. Ki burada iyerarxik menyu sistemi 1-ə uyğun gəlir. Deməli bunları çıxsaq 1-ə, bir dənə də tapaq 2. 2 nədir? 2 də telekonferans, o da Usenet-dir. A uyğun gələcək. Doğru cavab olacaq C variantı. Yəni təkrar sual sayımı olar 2. Davam edirik. Üçüncü sual aksesdən verilənlərin tipi. Demək olar ki, verilənlərin tipi aksesdən tez-tez düşə bilən bir sual nümunəsidir. Tez-tez yəni salınır. Bu sualda biraz belə deyim ki, çətindirmi? Xeyr. Asandırmı? Ortadırmı? Bunun asan, çətin, ortalığı ilə bağlı bir şey deməyəcəm. Belə baxanda asan sualdır. Yəni ümumilikdə. Amma hiyləgər sualdır. Yəni asan, çətin, orta demirəm də, mən buna hiyləgər sual deyərdim. Nəyə görə? Düzdür, bu hiyləgərliyi mən dərs keçən zaman uşaqlara bildirirəm. Yəni tələbələrim də belə deyək ki, bunu etiraf edə bilər ki, deyirəm ki, uşaqlar, bax, Excel-də xana tiplərini keçirik. Hansı ki, bilirsiniz ki, Excel-də də var. Number, currency, text, long date, short date və s. bu kimi anlayışlar. Və Access-də də bu sahə tipləri var və yəni verilənlər tipləri var. Bu sualı salanda dim sizi çaşdırmaq üçün Excel-dəki xana tipləri ilə Access-dəki verilənlər tipini qarışıq formada salır. Məsələn, currency. Currency Access-də də var, ad olaraq, Excel-də də var. Məsəl üçün, tutalım ki, number-da. Orada da var, burada da var. Çaşdırmaq üçün də, yəni belə deyək ki. Burada əsas söhbət nədir? Currency ilə accounting Excel-də var. Amma Access-də sırf currency var. Accounting deyə bir tip yoxdur. Yəni bu istər-istəməz belə deyim ki, imtahan stresi altında, yenə deyirəm, bəziləri videoya baxan deyə bilər ki, nə var ki, əzbərləsən yazarsan da, yəni bu normal bir şeydir. Əzbərləmək öz yerində, təbii ki, dərsi oxumusansa yaza bilərsən. Amma nəzərə alsaq ki, biz imtahanda stres altında 3 saat ərzində bir neçə fənni çatdırmağa çalışırıq və s. axır. Bizi şübhəyə düşərə bilən bir sualdır. Hiyləgər sualdır biraz nisbətən. Yəni adamı çaşdıra bilir. Çaşdırıcı sual kimi deyə bilərik və verilənlər tipindən də test sual. Amma çətin sual deyil. Yəni biraz sadəcə diqqətli olmaq tələb edir. Bu qədər. Yəni çətin saymıram bu sualı. Sadəcə biraz hiyləgərliyi var. Daha sonra demək olar ki, hardware-dan, yəni kompüter və onun texniki təminatından tez-tez düşə biləcək bir sualdır. Bu arada burada cavab D olacaq, qeyd etmişəm.
Tez-tez düşə bilən bir sualdır. RAM nədir, ROM nədir, tutam ki, printerlərin növləri və s. ilə axır. Təkrar sualıma birəbir deməzdim təkrar sual kimi düşüb, amma köhnə qəbullarda olan fikirləri elə bil ki, bir dənə testə yığıblar. Yəni, wow, təzə bir, çətin bir bənd yoxdur, məsəl üçün burada. Məsəl üçün, əməli yaddaş aktiv proqram və verilənləri müvəqqəti saxlayır. Elə müvəqqəti sözünü görəndə çox uşaq artıq bunu götürür. Əməli yaddaşın RAM olduğunu bilmək kifayətdir. KMOS, RAM, keş yaddaş, video yaddaş, daxili yaddaş. Yəni, asan fikirlərdir. Çaşdırıcı cümlələr yoxdur burada. 1-i 2-ni tapandan sonra variant da çıxası olsaydı, məsəl üçün, qalır 4-6 ki, matrisli printerlər, bilirsiniz ki, printerlərin 3 növü var. Matris, söhbət burada zərbli, zərbsizlə yəni ayıra bilərik. Zərblərdən var matrisli, literli, zərbsizlərdən var şırnaqlı, termiki və bir də lazer printerlər var ki, matrisli printerlər iynə ilə işləyir. Yəni zərbli printerlərə aiddir, zərbsizə aid deyil. İstilik, yəni belə deyim ki, hər bir informatika müəllimi demək olar ki, öz tələbələrinə printerin bu növlərini filan öyrədəndə müəyyən ipucular, keywordlər, açar sözləri, məsələn istilik. İstilik vasitəsilə kağıza nəsə çap etmək yəni termo sözü yada düşür. Termo printer. Bu isə hara aiddir? Belə deyim ki, elə termo printerə aid. Yəni matrisli printer deyil. Oradan artıq 5-i rahatlıqla tutam ki, çıxmaq olardı. Məsəl üçün belə deyək ki, burada düzü çıxmışıq. Digər tərəfdən streamer məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. Bəli, bu doğrudur. Elə cavabımız Y olacaq. Digər tərəfdən səs kartı informasiya daşıyıcıdır. Yenə də bu da elə bir qeyddir ki, hardware-ni keçəndə çox müəllimlər yəni bunu qeyd edir ki, uşaqlar yadda saxlayın. Səs kart, ümumiyyətlə kartlar və adapterlar informasiya daşıyıcısı deyil. Yəni nəyi demək istəyirəm? Ümumilikdə bu sual müəllimlərin uşaqlara yeritdiyi, yəni daim təkrarlatdığı, gündə dilindən düşmədiyi bir sual tipidir. Təzə sual deyil. Yəni ki, təkrar qismən sayardım. Tam təkrar deyil, amma qismən, amma sadə sualdır. Yəni yazılası sualdır. Bu da belə getdi. Davam edirik. Birmənalı olaraq razılaşmadığım sual budur ki, mətn prosesində sənədə yerləşdirilən sərlövhənin səhifədəki mövqeyi hansı lent tabı və lent qruplarından təyin edilir? Ümumiyyətlə, bu sual köhnədən var bazada və qurulmağında da məqsəd nədir hələ də anlamıram. Çox mənasız bir sualdır. Nəyə görə? Deməli, cavab burada, məsəl üçün, çoxları səhv salıb C ilə Y-ni ki, normalda cavabı da Y götürüb deyim. Söhbət nədən gedir? Ki, gəlin mən bunu Word açım, bunun üzərində izah edəcəm. Baxın, biz deyirik ki, kalan titul daxil etmək istəyiriksə, insert tabına daxil oluruq. Header and footer var. Gəldik, buradan tutalım ki, header-ı daxil elədik. Fikir verirsə, biz header daxil edəndə, header and footer deyə bir kontekstual tab açılır burada. Tool tabs, alət tabı açılır, yəni belə deyək ki. Və burada header from top, footer from bottom və insert alignment tab və s. ilə position deyilən bir şey var. Yəni, bu header and footer'ın pozisiyasını yəni nizamlamaq üçün də səhifədə, düzdür? Bizə nə deyir burada? Sualda da bizə deyir ki, mövqeyini. Yəni, mövqe bir növ pozisiyadır da, position'dır, düzdürmü? İndi söhbət ondan gedir ki, okey də, bu burada var. Yəni, insert tabının header and footer, heç insert tabını da qoyaq bir kənarda, amma götürmək olar da insert tabı, header and footer qrupu. Çünki bizdən sualda tabı və qrupu soruşur. Əlavətən, yəni cavablarda bunu da versəydi, header and footer'ı kontekstual tab kimi də yəni qəbul edib götürmək olardı. Amma cavabı nə götürür deyim və ya bu sualı bazaya kim yazıbsa. Layout tabının, page setup qrupunun, dialog pəncərəsinin içindəki layoutdur. Niyə də? Səbəb. Okey də, bax, bircə dəqiqə, buranı da açıram. Eyni anda ikisini də aça bilməyəcəm. Gəlin bunu burada şəkli qoyum. Bunun şəkli yansın burada. Digərində tab olaraq açıq. Bax, from edge, header and footer. Bax, bu burada, bu 1,25, 1,25. Bax, bu burada da var, burada da var, düzdür. Different, odd and even. Bu arada bu da var onun içərisində. Mən oraya çəkmədim. Bircə dəqiqə üzrü sayın. Oranı da çəkim. Bax, bax, bax. Options isə. Nə oldu buna? Bunu da əlavə edirəm. Bax, böyüdürəm gözünüzün qarşısında. Gəlirəm burada. Layout-a yenə açıram buranı. Bax, different, odd and even, different first page. Bax, bu da var.
Yəni bu şeyi mən insertdən header-ı və ya footer-ı daxil edəndən sonra açılan header and footer kontekstual tabından yerinə yetirə bilirəm. Niyə mən gedim bunu page setup layout deyim? Okey də, proqramı düzəldənlər bunu ora da qoyublar, bura da qoyublar. Yəni bir əmr bir neçə yerdə var. Bu normal bir şeydir, yəni kompüterdə rastlaşdığımız bir şeydir. Amma niyə mən belə deyək ki, sağ əlimlə sol qulağıma qaşıyım? Səbəb nədir buna? Bax bu sualı niyə bu formada yazaq salaq imtahana? Yaxşı da cəhənnəm, tutalım ki, salmışıq. Insert-i verirsən, heç olmasa layout-u vermədə. Yəni bu insert header footer cavabını vermədə heç olmuyor. Yəni burada haqlı olaraq cavabı C də, Y də götürmək olar. Heç kim buna qarşı bilməz. Deyə bilməz ki, yox, mütləq Y-dir bu. Dirəşə bilməzsən. Yəni burada C də, Y də ikisi də doğrudur. Və bu tam açıq olaraq, yəni bunu sizə də, yəni Word-də də göstərdim nə olduğunu. Yəni mövqe, position deyilən bir şey orada da, burada da eynidir. Yəni ona görə mən bu sualla razı deyiləm qəti şəkildə. Adətən mən bu sualı necə səsləndirirdim tələbələr üçün? Deyirdim ki, uşaqlar yadda saxlayın ki, əgər sadəcə, çünki bazada buna aid köhnə ilin qəbullarında da bir sual düşür. Əgər yenə o sualda səhvdir, amma yenə də məsəl üçün biraz daha fərqli belə deyək ki, əgər yoldaş da yadında saxlayın ki, kalan titul daxil edilmədən söhbət gedirsə, cavabınız insert tabıdır. Yox, əgər kalan titulun başına bir oyun açılırsa, yəni söhbət necə oyun açılmaqdan gedir? Tək və cüt səhifələrə fərqli kalan titul, birinci səhifənin kalan titulunu fərqləndirmək, nə bilim və s. axır şeylər olunur, cavabı layout götürərsiniz. Yəni bir ipucu kimi, bir əzbərləmə kimi yadda saxlayın. Amma bu özü də mənasızdır. Yenə deyirəm ki, biz bunu, bunu çıxdım da, okey, bunda səhvəm. Amma kör yəni görürük də bunu. Bu ki, bu var da, bu different first page, different odd and even page. Bu header and footer tool tabında var da. Yəni insertdən bunu gedib eləmək olar da. Mən niyə fırlanım qulağımı belə qaşıyım? Nə mənası var ki bu sualın? Bu ilə nəyi isbat eləməyə çalışırıq biz? Uşağa hansı biliyini yoxlamış oluruq informatikadan? Çox mənasızdır axı. Bu belə. Davam edirik növbəti bu sualla. Bu sual təkrardır. Hansı ki, bilmirəm 2023-cü ildə deyəsən düşüb bu sual. Axtarış verəcəm burada. F8 düyməsi çıxma. Aha, neçənci ildir bu? Bircə dəqiqə. 2021-ci il DİM-in keçirtdiyi sınaq. Bu sınaqda gördüyünüz kimi açıq sual kimi düşüb. Bu açıq sualdır. Eyni, birə-birdir. Da indi bu dəfə belə deyəm ki, təkrarıdır da deyə bilməzsiniz ki, burasını, orasını dəyişdir. Birə-biridir, gəlib təkrar düşüb hara qəbula. Sınaqda olan sual gəlib indi qəbulda istifadə olunub. Və konkret belə deyim ki, F8 düyməsi bilirsiniz ki, 5 dəfə sıxılanda bizə bütün mətn deyir də, bütün mətn seçilir. Ctrl-A, Ctrl-O select bütün mətn seçilir. 2-7-ni seçəndən sonra burada çıxası variantlarımız var. Geriyə qalır, məsəl üçün nəyə tapaq? Bir dənə 5-i, 3-ü, 6-nı, hansısa birini tapsan kifayətdir. Ki, nəyə baxa bilərik? Kursor sənədin sonunda yerləşdirilib. Shift, Ctrl, Home. Yəqin ki, yenə siz öncədən, ümumiyyətlə, Word-ə keçəndə müəllimlər yəqin ki, bu qaydanı deyirlər. Uşaqlar Ctrl keçmək, Shift seçmək anlayışıdır və çox məşhur bir qısa yoldur, belə deyim ki. Çox uşaq yəni bunu bilir. Yəni Word-ü normal oxumusansa hazırlıq vaxtı bu qısa yolu bilirsən. Yəni yazıla biləcək sadə sualdır. Mən bunu çətin sual saymıram Word-dən. Yəni Word-dan daha çətin suallar var. Sadə sualdır. 5-i götürürüksə doğru cavabımız 1, 2, 5, 7 olacaq A variantı. Bir də ki, sənədin sol kənarında, yəni bu qeyd olunmaz olanda mouse'un sol düyməsini 3 qat klik etməklə. Təkrar sual. Yəni, bayaqdan deyirik ki, təkrar sual yoxdur. Gəlin sayaq, neçə dənə təkrar sual var? 1, 2, 3, 4. Yəni, yenə deyirəm, təkrar deyəndə rəylərdə filan, belə deyim ki, daşa tutmayın ki, indidən mənə ki, müəllim, yox, birə-bir nöqtəsi ilə eyni təkrar olmalıdır. Yəni, təkrar köhnə qəbulları işləyib girmisənsə, getdiyin kursda hazırlaşdığın müəllim yanında, müəllim sənə köhnə qəbulları işləyibsə, o suallar sənin üçün artıq çeynənmiş suallardır, təzə sual deyil. Bu mənada təkrardır. Davam edək. Bu sual. Deməli, Windows 11 bu il təzə salındı proqrama və tez-tez tələbələri narahat edir. Uşaqlar tələbələrim də sorur, müəllim, Windows-dan nə düşə bilər? Və mən tələbələrimə demişdim ki, Windows 11-dən salına biləcək suallar, yəni DİM risk edib Windows 11-dən ciddi çətin sual sala bilməzdi. Çünki DİM-in öz vəsaiti çıxmamışdı, Windows 11 haqqında ətraflı bir məlumat və ya test nümunələri yox idi. Bir dənə modeldə istifadə olunmuşdu. Buna görə də dedim ki,
nə istifadə oluna bilər? Windows 10 ilə Windows 11-in üst-üstə düşən xüsusiyyətləri. Bax, bu sual da təkrar sualdır. Nəyə görə? Çünki bu detailsdır burada cavab. File Explorer proqram pəncərəsinin sağ sahəsindəki obyektdən süzgəcləmə, filtrləmə. Baxın, köhnə qəbullardan bunu sizə göstərirəm. Ki, yenə deyirəm, imtahandan qabaq, yəni bunu işləmisinizsə, müəllimini sizə işlədibsə, baxın, neçənci ildir bu? 2012-ci il qəbul. Təzə illərdə də olmalıdır. İndi bu çıxdı hələ ki. 2012-ci ildə baxın görürsüz, bu sual istifadə olunub. Əgər bu qəbulu işləyib getmisənsə, kursda və ya müəllim yanına, bu sual sənin üçün artıq çeynənib. Birə-bir təkrar sualdır. Başqa görək harda var? Bir dənə qəbulda olmalıdır. Aha, bu neçənci ilin qəbuludur? 2012 C variantı. Hə, burada yəni ki, təkrarən eyni sualdır. Bu heç. Bu da heç. Hə, şey. Okey. Yəni bu sual işlənibsə, öncədən yəni işləmisinizsə, qəbulda artıq təkrar sualdır. Növbəti təkrar sual. Davam edək. Burada mən qabaqcadan belə deyim ki, tələbələrimə belə bir proqnoz vermişdim. Demişdim ki, uşaqlar, ola bilər ki, bu imtahanda şəbəkədən çox sual düşsün. Minimum 3. 3-4 nisbətində sual düşsün və elə də oldu. Şəbəkədən 4 ya da 5 dənə sual düşüb qəbula. Yəni ömür boyu bu qədər belə deyim ki, şəbəkədən sual düşməmişdi. Şəbəkə özdə kifayət qədər çətin mövzudur tələbələr üçün, çünki əzbərlənsə çox məlumat var. Amma bu sual sadə bir sualdır. Yəni şəbəkədə deyilən sadə bir nümunədir. Təhlükəsizlik divarı, firewall nədir? Şəbəkəni potensial təhdidlərdən qoruyur. Yəni sadə sualdır, çətin sual deyil, təzə sualdır, təkrar deyil. Davam edək. Funksiyalar. Excel'in olmazsa olmazı. Hər imtahan yəni funksiyalara aid sual düşür. Bir dənə 100% funksiyalara aid sual düşür. Yəni qaçış yoxdur. Excel'dən 3 sual düşürsə, biri funksiyalardır. Ki burada da sadəcə soruşur ki, funksiyaların kateqoriyaları və adları nədir? Yəni bunu da ekstra yeni sual saymıram, sadə sualdır. Textə aiddir. Right, yəni 1-ə C-dir. Özü ən sadələrdir. Logicaldır. Logical burada olacaq. E. Statisticalda olacaq bu. C, Y, A. Başqa görək burada. Power, sum, if, bunlar aiddir. Vəssalam. Davam edən sadə sualdır. İnternetdə host computer, bu sual biraz uşaqları belə deyim də dəng eləmiş sual ola bilər. Çünki oxuyub başa düşməyə baxımdır. İnternetdə host computerin domen adı verilənlər bazasının hansı modelinə uyğundur? Burada domen adın quruluşundan gedir ki, söhbət. Məsəl üçün deyək ki, yazıram dim.edu.az. Biz bilirik ki, domen adlar sağdan sola belə deyək ki, oxunur. Birinci dərəcəli və yüksək səviyyəli domen, aşağı alt domen və aşağı səviyyəli domen. Bu mənada bu bizə nəyi xatırladır? Verilənlər bazasında, belə deyim ki, iyerarxik sistemi. Yəni yuxarı, ondan bir aşağı, ondan da aşağı bu formada bölünməni xatırladır ki, bunu iyerarxik model adlanır. Nisbətən yenə deyirəm ki, cümləni oxuyub başa düşməyə baxımından ola bilər ki, bu sualı yaza bilməyəsiniz. Ola bilər ki, yəni belə deyim ki, amma yenə çətin sual sayılmaz. Davam edək. TCP protokolu çeynənmiş bir sualdır. Çeynəmir. Çünki şəbəkədən danışanda şəbəkənin baza protokolu TCP/IP-dir. Yəni səni bunu gecə yuxudan da durğuzsan, belə deyək ki, əzbərə bilməlisən ki, TCP nədir, IP nədir? Ki TCP Transport Control Protokoldur ki, informasiya axının düzgün paketlərə bölünməsi, həmin paketlərin ünvanlandırılması kimə aiddir? IP-yə. Və son məntəqədə onların düzgün yığılması. Hansı ki, belə deyək ki, bunu mən hətta tələbələrə izah edən zaman bir GIF ilə də izah eləmişdim. O GIF-i sizə də göstərmək istəyərəm. Bircə dəqiqə. Deməli, kompüter şəbəkələri, internet. Belə bir GIF-lə izahını vermişdim uşaqlara. Baxın, TCP packet. How it works traditional bu TCP IP connection. Yəni bu necə işləyir? Bax, paketləri bölür, daşıyır və yığır. Bunu, yəni dərsdə izah edəndə artıq bu formada demişəm uşaqlara. Yenə deyirəm, indi artıq necə öyrənməyinizdən asılıdır şəbəkəni. Bunu görüb bu GIF-i belə yadda saxlasan, saxlayan uşaq gəlib bunu yaza bilər. Yəni şəbəkədən düşə biləcək çətin sual deyil. Şəbəkədə qat-qat bundan çətin sual var. Çətin sual deyil.
Gəldik. Software demək olar ki, çeynənmiş sualdır. Qəbulda dəfələrlə istifadə olunub. Bir neçə qəbulda var. Yenə deyirəm ki, birə-bir deyil. Hə, amma variantlar yığmadır. Bizə nə deyir? Sistem proqram təminatı. Sistem proqram təminatı çox asandır. Əməliyyat örtükləri, arxivləşdirmə və bir də kompüterin bu diaqnostikası 2, 5, 6 çox sadə, yəni yazıla bilən sual. Yəni software proqram təminatını oxuyan uşaq üçün bu sual heç nədir. 2 vur 2-dir. Sadə sualdır. Hə, növbəti razılaşmadığım sual səhv deyil. Sadəcə sualın salınması ilə razı deyiləm. Bu alqoritm, blok sxem sualıdır. Ümumiyyətlə 2024-dən bu yana DİM-də belə bir tendensiya yaranıb. Bilirsiniz ki, 2023-cü ildən etibarən birinci qrupda da informatika fənni salındı və orada da bir informatika bazası yaranmağa başladı. Amma abituriyent informatikası ilə magistratura informatikası eyni deyil. Məsələn, magistratura ilə dövlət qulluğu eynidir. Baza demək olar ki, eynidir. Amma abituriyentlə eyni deyil. Nəzərə alsaq ki, magistratura imtahanında müdavimlər həm texniki sahə üzrə belə deyim ki, ixtisaslaşmış müdavimlər var, həm humanitar ixtisaslar üzrə ki, buna görə də mən öz fikrimi deyirəm. Yəni mənim fikrimcə say sistemidir, ilkin anlayışlardır, alqoritmdir. Yəni hesablama da nisbətən riyazi hesablama tələb edən bu mövzulardan imtahana çox da ekstra suallar salınmalı deyil. Səbəb ondan ibarət ki, bu humanitar ixtisasda oxuyan tələbə 4, məsələn, filologiya ixtisası, fransız dili, nə bilim, tutalım ki, alman dili və ya tutalım ki, dil ədəbiyyatı və s. Bu insan 4 ildir, demək olar ki, yalnız humanitar elmlə haşır neşirdir. Riyazi hesablamanın yanından da keçmir. Okey də, kimyada oxuyan 1-2 semestr ali riyaziyyat keçir və kimyanın özündə də hesablamaları var. Fizikada oxuyan olsun, sonra IT-də oxuyanlar olsun, yəni də riyaziyyatın, belə deyim də, universitetdə keçirdiyi ixtisaslar deyirəm. Onlar üçün okey ola bilər, amma humanitar ixtisas üçün artıq bu problemdir. Yəni bu cəhətdən məncə DİM bunu nəzərə alıb, yeni ekstra suallar salmalı deyil ki, o ekstra sualı da abituriyentin bazasından oğurlamalı deyil. 2024-cü ildə sırf belə deyim ki, abituriyentlər üçün təşkil olunmuş, yəni onların bazasında olan bir sual tipi var ki, say sistemi. Ondan götürüb qəbula salmışlar. Mən illərlə o sualı hər dəfə uşaqlara izah edirəm. Uşaqlar deyirlər, ay müəllim, çətin deyə belə sual düşməz imtahana və s. Gəldi, düşdü 2024-cü ildə. İndi də bu blok sxem sualı. Və bu blok sxem sualı DİM-in öz nəşrləri olsun, bir çox kursların kitablarında demək olar ki, bu tipdə sual yoxdur. Amma bu sual tipi, gedib aça bilərsiniz, DİM-in test toplusu abituriyentlər üçün bu sual tipindən orada var. Bax, magistra niyə bu sualı salasan ki? Çünki burada biraz riyazi məntiq işlətməlisən. Yəni, burada prosta dövr eləmirsən, biraz riyazi məntiq işlətməlisən. Necə işlədirik? Gəlin baxaq. Deyir, alqoritmin icrası nəticəsində n bərabər 8 qiyməti. Yəni, bu 8 çap olunub, okey. Sonra bizə A bərabərdir 2 qiyməti verir, A kiçik bərabərdir, A kiçikdir 45, N-dən 8-i çıxır, A-nın üstünə 3 gəlir. Biz burada necə bir məntiq yürütməliyik? Bizə bir dənə A-nın ilkin qiyməti verir, biz 2-nin üstünə 3 gələ-gələ gedirik. Bu məntiqlə yola çıxıb, biz bir dənə bunu tapmalıyıq ki, çünki N-in ilkin dəyərini bilmirik. Biz bilmirik ki, bax, buradakı N-dən neçə dövr, bax, K yazıram, neçə dəfə 8 çıxandan sonra cavab 8 qalıb. Əmsalda variantlardan tapa bilərdiniz. Yəni, məsələn, 112-dən, məsəl üçün deyək ki, neçə dəfə 8 çıxmalısan ki, 8 qalsın. Yazardınız 112 çıx 8K bərabər 8, 144, məsəl üçün çıx 8K bərabər 8. Amma yenə də buradakı K-nı tapandan sonra bu blok sxemin uyğunluğunu da tapmalıdır. Çünki N-lə yanaşı A da dövr edir deyə o dövr A-ya da uyğun olmalıdır. Bu sualı necə həll edə bilərik? Biz əlimizdə olan A parametrindən istifadə edirik ki, A bizdə 2-dir. Deməli, A-nın üzərinə neçə dövr 3 gəlsək, neçə dəfə 3 gəlsəm 45-i aşar. Çünki 45-dən kiçik olduğu halda mən hə-yə düşürəm də. Artıq bu şərtin yoxu nə deməkdir? Bu şərtin yoxu o deməkdir ki, A 45-dən böyük bərabərdir. Məsələn, tələbələrin ən çox səhv elədiyi şey nədir? Deyirik ki, məsəl üçün, A 45-dən kiçikdir. Yox nə deməkdir? Yəni, bunu inkar etsən nə deməkdir? Deyir, A böyükdür 45. Yoldaşlar, bir şey digərindən kiçik deyilsə, onun inkarı böyükdür demək deyil. Böyükdür və ya bərabərdir deməkdir.
Məsələn, burada artıq yenə deyirəm, görürsünüz, azacıq riyazi bilgilər girir. Çox minimaldır, fundamentaldır. Amma riyazi bir bilgi girir orada. Deməli, bizim 2 + 3K-mız 45-dən böyük bərabər olmalıdır ki, açsın ki, çölə çıxsın, eni çap eləsin. Bunu həll eləyəsi olsa, K böyük bərabərdir 14 tam nə bilim nə qədərsə, yəni tam ədəd almayacaq. K-nı neçə götürə bilərik minimal? 15. Gəlin baxaq. 15 dövrə 15-i çarpanı 45 edir, üstünə 2 47. Aşır da artıq çıxacaq çölə. Deməli onda belə çıxır ki, n-dən də 15 dövr 8 çıxanda, yəni tapdıq da, bundan neçə dövr 8 çıxanda, bu 15 dövr gedibsə, deməli bu da 15 dövr gedib. 15 dövr 8 çıxanda cavab nə alınıb? 8 alınıb. 120 üstünə 8 gələndə doğru cavab elədik 128. Yəni bu sualı yenə deyirəm ki, mən bu səbəbdən yəni deyirəm imtahana salınmayardı ki, yəni humanitar ixtisas normal bir blok sxem, adi bir dövr etməz açı alınsaydı, uşaqlar hamısı yazacaqdılar. Lap biraz böyüyünü salın. O bir zarafat da var. 2023-də idi deyəsən ya da 2022-də idi. Deyir, bir blok sxem salmışlar. Buradan bizim evə imişliyə qədər nəsə belə bir zarafat vardı. Okey də lap böyüyünü sal. Amma çox istifadə olunmayan, ümumiyyətlə qəbullarda və tipi məlum olmayan bir sualı niyə qəbula salasan axı? Yəni bu cəhətdən buna görə narazıyam bu sualdan. Hələ ki narazı olduğum əsas 2 sual var. Biri budur. Biri də o Word sualıdır, layout söhbəti. Yəni 2 sualı çıxdım. Yəni uşaqlar deyirlər ki, çətin idi bütün imtahan. 2 sualı çıxdım sizin xətrinizə, qaldı 23 dənə. Davam edirik hələ. Deməli baxaq, alqoritmin xassələrinə aiddir. Köhnə qəbullardan təkrardır. 2/2 sualdır. Deməli xassələrinə aiddir müəyyənlik. Düşdük aşağı. Doğru fayl adlarını seçin. Əməliyyat sistemlərindən və ya Windows 11-dən fərq etmir. Yəni hər iki bölməyə aid etmək olar bu sualı. Bilirik ki, faylın adında istifadə olunmayan simvollar. Hətta bir çox müəllimlər, tutalım ki, mən də daxil və ya başqaları sosial şəbəkələrdə filan bu simvolları yadda saxlamaq üçün müəyyən, belə deyim ki, kompozisiyalar da düzəldiblər. Belə tutalım ki, bu bir adam işarəsidir. Burada sual var, burada nə bilim 2 nöqtə var, burada ulduz var. Belə bir xəttlərdir. Yəni belə yuxarıdan xəttdir. Nəsə qısacası faylın adında yəni belə bir kompozisiya ilə uşaqlar yadda saxlayır, şəkillə də yəni belə deyək ki. Yəni çox məşhur bir sualdır, asan sualdır. Düz xəttlərdir. Ümumiyyətlə xəttlər heç biri olmaz. Sualdır, ulduzdur, 2 nöqtədir, bir də böyükdür, kiçikdir işarəsi. Bunları çıxsaq geriyə qalır 1 4 5 7 C variantı. Çətin sualdırmı? Xeyr. Ribbon interfeysi təqdimatın hansı görünüş rejimində əks olunmur? Bu sualı da mən PowerPoint dərsinə keçəndə uşaqlara bunu xüsusilə yazdırmışam. Yəni biri var kitabda var, dərs kitabında var, amma özüm dəftərlərinə yazdırmışam ki, qoy diqqət mərkəzlərində olsun. Çünki görünüş rejimləri ilə bağlı hansı görünüş rejimində nə olur, nə olmur deyə belə suallar çox istifadə olunub qəbulda. Birə-bir köhnə qəbullardan təkrardırmı? Xeyr, təkrar deyil. Amma yəni üzdə olan sualdır. Yəni gözə görünməyən, kitabın küncündə qalmış bir sual deyil. Tanış sualdır. Hamı bu sualı bilir. Demək olar ki, nəinki PowerPoint-də, Excel-də də, PowerPoint-də də, belə deyim ki, Word-də də, yəni ki, Reading View, yəni oxu rejimi açılanda lent tabları gizlənir. Yəni lent interfeysi gizlənir. Doğru cavab olur D variantı. Çətin sual deyil. Davam edirik. Say sisteminə aid düşüb sadə bir sualdır. Onluq say sisteminin 16. Yəni say sistemlərini öyrənmisənsə, keçid qaydalarını bilirsənsə sualı yazırsan. Öyrənməmisənsə yaza bilmirsən. Qısa və net. Sadədir. Gəldik. Demək olar ki, hər imtahan, bəlkə də bir imtahandan bir, 2 imtahandan bir əməliyyat sisteminə aid düşən sualdır. Faylın yolu, tam yolu və s. axır bu kimi şeylər. Bundan qabaqki qəbullarda da bu tipli suallar istifadə olunub. Yəni doludur, nə qədər desəz. 2022-də var, 2021-də də var, 23-də də, 20-də hər demək olar ki, şeydə var, hətta 25-də də olmalıdır. Bir dəqiqə tam dəqiq baxım, yalancı olmayaq görə 2025-də həqiqətən var idimi? Yəni tanış sualdır, tez-tez görünən bir sualdır. Adam yəni gözünə batan sualdır. Yox, 25-də yox. 25-də fayl tiplərindən, əslində faylın adına aid, belə deyim ki, suallardan savablar. Əvvəlki illərə baxaq, mən üçün görə yaxın illərdə nə zaman düşüb o tip sualdan.
2024, 2023-də. Məsəl üçün, bu 2024-ün birinci cəhdidir. Yəni, məşhur suallardan da, asan sualdır. Nə deyir burada? Deyir ki, informatika nəzəriyyə qoluna yerləşdirir. İnformatika qolunda praktika qolu, alt qolluğu yaradılır. Yəni, nəzəriyyədən çıxaq. Nəzəriyyədən çıxaq geri, informatika qayda, orada praktika yaradılır. Və həmin fayl, yəni söhbət hansı fayldan gedir? Kitab faylından. Daşınır ora. Alınır C, informatika, praktika, praktikanın da içində kitab docx. Doğru cavab olacaq C variantı, sadə bir sual. Körpü nədir? Bu sual 4 dəfə, 5 dəfə, yəni əvvəlki ilin qəbullarında var. İnanmayanlar üçün göstərim. Bridge. 2024-cü il, 2-ci cəhd. Mənim üçün burada düzdür, cavab ruturdur. Amma yenə deyirəm ki, sizə dərs keçən, mən uşaqlara dərs keçəndə, uşaqlar birin cavabı B idi, okey, dediyi keçdi. 1-1. Bəs modem nə idi? Bəs transfer nə idi? Yəni, hər dəfə təkrarlatdırıb A, B, C, D variantını da niyə çıxdıq? Bunu çıxırıq, bunun qaydası nədir? Yəni, təkrar etmək üçün daim bunu deyirdim ki, qulaqlarında belə deyim ki, cingildəsin. Bir burada. Sonra baxaq görək. Aha, müxtəlif topologiyalarla baxın. Bax, birə-bir eyni sualdır, təkrar. Neçədir? 2016-cı ilin qəbulu istifadə olunub. Neçədir bu? 2017-nin qəbulu istifadə olunub. Burada da var. Bu neçədir? Hardan başlayır bu? 2021-ci il ikinci cəhd. Burada da var. Açıq suallarda istifadə olunub. Haradaydı o? De burada. Bridge. Nədir? Müxtəlif topologiyalar. Yəni, gördüyünüz kimi 4 dəfə, 5 dəfə gəzib körpü. Yəni, bunu hamı əzbərə bilməlidir. Birə-bir təkrar sualdır. Kimsə iddia eləməz ki, təkrar sual deyil. Olacaq deməli, müxtəlif topologiya, eyni protokol B variantı. Davam edək. Word-dən düşə biləcək sadə bir sualdır. Çünki Word-ü heç olmasa home tabını oxuyub girmisən imtahana. Çünki bilirsiniz ki, Word-dən 4 dənə, 5 dənə sual düşür. Yəni, Word-ü yaxşı oxumaq lazımdır. Elə belə, necə başdan gəldi oxuyub imtahana girmək olmaz. 5 dənə sual düşür, 4 dənə sual düşür. Ki, home tabında söhbət bu düymələrdən gedir. Markerlədir, abzasların markerlənməsi əməliyyatıdır. C variantı sadə sualdır. Növbəti, bu sual qəşəng sualdır. Yenə burada tam narazı deyiləm də, bayaqki dediyim söhbətə qayıdıram. Yəni, bildiyimiz standart ASCII Unicode məsələsidir. Amma gəl ki, burada məsələn, kitabın elektron versiyası 192 səhifədən ibarətdir. Bu kitabın hər 3 səhifəsindən birində. Belə çox böyük məntiq işlətməyə ehtiyac yoxdur. Hər 3 səhifəsindən birində deyirsə, 192-ni bölürsən 3-ə, 64 dənə üçlük var. Yəni, hər üçündən birində də var. Deməli, 64 səhifəsində var da, belə deyim ki, 64 səhifədə şəkil var. Yəni, bu sualın şərti daha sadə formada verilsəydi, yəni biraz daha başqa cür ASCII Unicode məsələsi versəydi, humanitar ixtisasda oxuyan tələbələr rahatlıqla yazardılar. Yəni, bu sualı ola bilər ki, demirəm, çünki məndə də humanitar ixtisasda oxuyan tələbələr var ki, amma onlar bunu düz yazıblar. Məsəl üçün, belə deyək ki, indi yaxşı öyrəniblər, yaxşı qavrayıblar, öyrənib. Amma ümumilikdə yenə deyirəm, mən bütün tələbə baxış açısıyla deyirəm, müəllim kimi yanaşmıram. Mən imtahanda bir tələbə baxış açısı deyirəm ki, biraz fərqli cür, məsələn, ASCII Unicode, yəni bu 3 səhifəsindən birində, ondansa deyərdi ki, 64 səhifəsində bu var, qalan səhifələrdə. Qalan səhifə də deyəndə daha bir zəhmət tələbə onu başa düşsün ki, 64-ündə bu varsa, qalanı da deyəndə 192-dən 64-ü çıxırsan, da gerisi aydındır. Yəni, belə direkt suala girişə bilərdi. Sadə sualdır, çətin deyil. Bir damcı deyir, çətinlikdə bir damcı, çox yox. Bu yarada bilərdi, o da elə böyük bir şey deyil. Sonra Excel-dən düşüb belə deyir ki, paxlava sual. Yəni, halvadır da bu sual. Ye geçsin. Birlikdə neçə dənə xana var. Diapazonda, yəni Excel-i minimal səviyyədə öyrənən adam xana, sətir, sütun, xana sayını hesablamağı bacarmalıdır. Yəni, daha onu bilmirsənsə, girməyim daha. Kompüter qrafikasına aid 2 dənə sual düşür. Biri də elə proqramlara aid olur. Məşhur sualdır. Qəbulda istifadə olunan təkrar sual deyil. Belə deyim ki. Məsələn, bu arada bu Excel-in bu sual tipi, bu sual tipi təkrar sualdır. 2021-ci ildə bu sualdan istifadə olunub. Orada diapazonları prosta fərqli vermişdi. Dəqiqə, tapınma sualı.
2021 sınavdır. Aha, birinci cəhd. Harasa buralarda olmalıdır. Ya birinci cəhdədir. Ha, de. İkinci cəhdə. De. Verib, burada da qapalı sual kimi verib. Filan diapazonda neçə dənə sətir var. Orada da verib ki, neçə dənə xana var. Yəni, sual tipajı eynidir. Təzə bir ekstra sual deyil. Bu sualda da, yəni, kompüter qrafikasını normal səviyyədə oxumusansa, heç olmasa, heç olmasa kitabın bir dəfə üzünü açmısansa, ən azından, məsəl üçün, digər bir şey, məsəl üçün, kompüter qrafikasında raster vektorlu qrafik redaktorları yadda saxlamaq üçün ipucuları deyirik. Məsələn, mən uşaqlara deyirəm, uşaqlar, əgər proqramın adında photo, picture, image kimi sözlər varsa, bu raster aiddir. Məsələn, burada Photoshop hamı tanıyır, avtomatik tez çıxma olardı. Illustrator, onsuz da vektor redaktorları, yəni vektor qrafik redaktorları 2-3 dənə proqram var. Birinin adı Illustratordur, yəni çox proqram yoxdur. Bir də Corel Draw-dur. 5-dən 6-dan da çıxandan sonra geriyə qalır 2, 3, 4 məşhur proqramlar. Hə, gəlirik bu suala. Bu sualda heç bir problem yoxdur, amma çətin sualdır. Çətin sualdır, çaşdırıcı sualdır ciddi mənada. Yəni, çəkisini çətin qəbul etmək olar. Qəbulun bəlkə də deyərdim ki, ən çətin sualı elə budur. Yəni, gəlin baxaq, niyə çətindir, niyə işimiz burada çətinləşir? Açıq sual istənilən halda tələbələr üçün biraz çətin olur. Burada ekstra çətinləşir söhbət, niyə? Çünki bu sualı səhv yazan tələbələrin əsas səhvi nədədir? Slideshow tabının setup qrupundakı əmrlərlə setup slideshow əmrinin, yəni bu pəncərənin açıldığı içindəki əmrlərin hamısı burada var. Yəni, bəzi uşaqlar tutalım ki, məsəl üçün, slaydın gizlədilməsini götürüb. Yoldaşlar, məsəl üçün, slaydın çox çaşdırıcı sualdır, istər-istəməz. Yəni, çox əzbərçi sualdır. Slaydın gizlədilməsi slideshow tabında var. Bəli, hide slide burada var. Amma bizdə nə izləyir? Bizdə setup slideshow. Yəni, bu əmrin içindəkilərdən söhbət gedir. Burada yoxdur. Yəni, yenə deyirəm də, setup slideshow imtahan stresində, məntiq yazırsan, ingilis dili yazırsan, stres çəkirsən, cavab kodlaşdırırsan, yəni insanın içi şübhəyə düşür. Yenə deyirəm, mən burada imtahanda olan tələbə psixologiyasından danışıram. Evdə oturub əlim qulağımın dibində, əlimin altında çayım, keyflə test yazmaqdan danışmırıq. Stres altında 3 saat ərzində test işləməkdən, 3 fərqli fənn işləməkdən gedir söhbət ki, şübhəyə düşdüyümüz anda çaşıb burada slaydın gizlədilməsini seçə bilərik. Qaçınılmazdır ki, əminəm ki, çox tələbədə bəlkə də seçib, yəni ki, onu. Biri burada çıxır, burada doğru cavab 3, 4, 6 olacaq. Başqa nə var burada? Mənim üçün, slaydlar arasında keçid vaxtının təyin olunması. Rehearse timings, həmçinin transitionda da var. Mənim üçün, bu da slideshow-nun içindədir, yəni bu setup qrupasından, amma setup slideshow pəncərəsində deyil. Vaxtın idarə olunması, yəni necə vaxtla idarə olunsun, yoxsa manual idarə olunsun var. Bu da 3-cü bənddədir. Amma sırf slaydlar arasında keçid vaxtının təyin olunması, rehearse timings, görürsünüz, yenə çox yaxın variantlar var. Qapalı sual olsaydı, bəlkə də düz yazmaq şansımız biraz çox olardı. Amma açıq sualda bu sualın verilməyi həqiqətən də çətin sualdır. Bax, qəbulun ümumilikdə ən çətin sualı budur. Ən çətin sualı budur. Da belə. Və gəldik sonuncu sual, çətin sual deyil, tablara aid sualdır və sadə suallardır. Məsələn, linkdir, mediadır. Biz bilirik ki, nəsə əlavə etmək insertdən olur. Yəni, 1-ə uyğundur C, Y. Immersive və page movement. Məsəl üçün, bu da əminəm ki, həmçinin speech, read aloud. Immersive, page movement və speech qrupları Word 2019-a təzəlikcə gəlir və heç vaxt qəbulda istifadə olunmuyub. Əminəm ki, işinin peşəkarı olan müəllimlər ki, mən özüm də, məsəl üçün, uşaqlara deyirəm, bax, uşaqlar, bu qruplar, bu tablar təzə da, bunlardan indiyənə kimi sual düşmür. Biraz diqqətlə oxuyun həmin hissəni. Ola bilər ki, bu qəbula oradan sual düşsün. Ki, bax, bu page movement, immersive speech həmin qruplardır, belə deyək ki, qəbulda istifadə olunmayıb bu suallar. Deməli, bu imtahana və Word 2019-da var, təzədirlər. Yəni, imtahana düşmək deməli, şansı böyükdür. Düşməyə də bilər, amma düşmək şansı böyükdür. Ona görə bir tələbə kimi gedib sənin bunu diqqətlə təkrarlamağın sənin borcundur ki, sonra gəlib düz yaza biləsən. Ki, burada immersive reader və page movement view-ya aiddir. 3 AB və bu read aloud speech də aiddir review-ya
2-yə də D. Vəssalam. Deməli, bir daha başdan sona gedək. Birinci sual təkrar və sadə. İkinci sual təkrar 2. 3. Buna da qismən yəni də 50-50. Asan sayaq, amma hiləgər sualdır. Yəni 3, 4, bunu çıxıram. 5, 6, 7, 8, 9, 10, 11, 12, 12 yox, bunu saymıram. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23. Deməli, 2 dənə sual. Bir, o word layout söhbətini çıxdım. Algoritmi çıxdım. Lap bunu da çıxıram. Çətindir. Bütün respublika problem çəkib bu sualdan. Qaldı 22 dənə. Birini də bağışlayıram. Tutalım ki, deyə olsun. Hansı sual olsun, hansı sual olsun. Algoritm sualını yox, çıxmışdım. Deyə o host domain sualı zad olsun. Bir dənə də sürüşdürdün, qaldı 21 dənə. Lap bir dənəsi də gözündən sürüşdü, qaldı 20 dənə. Yəni 25 sualın 20'si yazılan sualdır. İçində təkrarı var, asandı var. Ki orta da yox idi, asandı idi. Asan və təkrar idi. Çıxıb bu imtahana çətin idi informatika demək günahdır yoldaşlar. Yəni 25 sualın 20'si yazıla biləndirsə, gördüyünüz kimi mən burada müəllim mövqeyi ilə yanaşmadım. Mən sizin mövqeyinizdən yanaşdım, imtahan stresi altında yazıla biləcək dərəcədə analiz elədim, dəyərləndirdim sualları. Həmçinin hansılar təkrardır və hazırlıq səviyyəniz nədir? Yəni imtahana oxuyub getmirsən, yoxsa elə 2 gün qalmış bir dənə informatika kitabını vərəqləyib getmirsən imtahana? Yoxsa 5 ayda başın çıxmır kitabın içindən, yatmısan kitabdan, yatıb durmuşsan bəlkə də. İndi ola bilər də əzbərçilik qabiliyyətin zəifdir və s. Bu da bir faktordur. Amma ümumilikdə özünüz görürsünüz ki, yəni yenə deyirəm ki, normal bir kursda hazırlaşan, normal bir müəllimlə, yəni işinin peşəkarı olan bir müəllimlə hazırlaşan şagird üçün burada 20 dənə rahat yazılası sual var. 20 dənə rahat yazılası sual. 20-dən o tərəfə razıyam da, hiləgər 1-2 dənə sual var idi, 2-3 dənə də belə çətin və mənasız sual vardı. Belə. Vəssalam. Beləliklə 2026-nın informatika suallarının dəyərləndirməsinə baxdıq. Yenə də sizdən rəylərdə fikirlərinizi gözləyəcəm, təkliflərinizi gözləyəcəm. Ola bilər, yəni bu mən öz yanaşmamdır, ola bilər müəyyən, yəni ki, bəlkə də yanaşmamda səhvlər var. Siz də öz fikirlərinizi bildirin, qarşılıqlı müzakirələr aparaq. Növbəti video dərslərdə görüşənədək hər birinizi ikinci cəhdədə, yəni ruhdan düşməyin kim ki az bal yığıb, ikinci cəhdədə hazırlaşıb yüksək bal yığa bilərsiniz. Hər birinizə uğurlara hazırlayıram. Hazırlıq dövründə, yəni ikinci cəhdədə imtahanda mənimlə də dərslərə davam etmək istəyən olsa, YouTube-da və digər sosial şəbəkələrdə videonu yerləşdirən sonra videonun rəy hissəsinə yazıb əlaqə saxlaya bilərsiniz hazırlıqla bağlı. Bu qədər. Növbəti video dərslərdə, izahlarda, sual analizlərinə görüşənədək yoldaşlar. Hələlik uğurlar hər birinizə.